Hər vaxtınız xeyir olsun. Kanalıma və yeni videoma xoş gəlmisiniz. Bir neçə gündür ki, vlog çəkməyə çalışıram, ancaq heç cür nə vaxt eləyib çəkə bilmirəm, nə də editləyə bilmirəm. Ona görə də beləcə qalır, video paylaşa bilmədim. Ancaq qısa shorts videoları paylaşırdım, o da daha tez müddətdə çəkildiyinə görə. Başım isə uşaqlara qarışmışdı, kiçik oğlumu sünnət etdirmişdi, ona görə biraz çox ağlayırdı, narahat idi. Və təbii olaraq mən də ona görə daha çox yorğun olurdum. Demək olar ki, evdə də bir iş görə bilməmişəm. Bir neçə gündür ki, hər yer dağıntılı, töküntü haldadır. Elə bugün dedim ki, həm evi təmizləyim, həm də video çəkmiş olum. Düzdür, video çəkə-çəkə nəsə bir iş görmək çox çətindir. Bunu əvvəllər mən elə bilirdim ki, asan bir şeydir video çəkmək və iş görmək ikisi bir arada. Ancaq əslində çox çətin imiş. Çünki həm işıq normal olmalıdır, həm də işini görə bilməlisən. İşıq demişkən, işıqlarımız da bir neçə dəfə yandı, söndü, heç cür başlaya bilmədim. Əslində səhərdən də külək əsir. Ona görə işıqlarımız da gah yanırdı, gah sönürdü. Bəzi yerlər ona görə də videonun işıqlıdır, bəzi yerləri qaranlıqdır. Mən də elə qaranlıqda artıq başlamışam dedim. Yenə də qaranlıq olmasına baxmayaraq çəkdim. Artıq burada işıqlarımız sönmüşdü. Mən də gəldim ki, qatlanacaq paltarlar var idi. Onları qatlayım. Əslində bizdə paltarlar bitmir. Həmişə qatlanacaq, yuyulacaq, yerinə yığılacaq paltarlar olur. Əsas da 2 dənə evdə uşaq olduğuna görə bir türlü bu iş bitmir. Paltarları qatladıqca yanlarını keçirmiş olan paltarlar var idi. Onları ayırıb başqa bir yerə yığırdım. Çünki onları aparıb köhnə evimizə qoyuram və saxlayıram. Əgər ehtiyacı olan olarsa verərəm kiməsə, yəni təzələrini. Əslində çox təzə vəziyyətdədir. Çünki bildiyiniz kimi uşaqlar çox sürətlə böyüyürlər. Xüsusən də balaca uşaqlar o qədər sürətlə böyüyürlər ki, paltarların bəzilərini heç geyindirib çatdırmaq olmur. Ona görə yanlarda da belə paltarlar çox var. Aparıb heyfim gəlir atmağa. Hamısını saxlayıram hələ ki. Bugün səhərdən bütün gün külək əsib. Ona görə buralar bu hala düşüb. Özü də dünən süpürmüşdüm. İşıqlarımız sönmüşdü, indi yanıb. Çay falan içib çalışacağım ki, uşaqları yatdırım. Əgər yatdıra bilsəm, biraz da dərs oxuyaram. Sizə cənnətimi göstərmək istəyirəm. Bayılıram bura. Burada fırçalarım falan, belə şeylərim, pomadalarım, arxada paletlərim var. Bunlar da gündəlik istifadə elədiklərimdir. Burada birazca aksesuar da var, amma aksesuarın çox az qismidir bu. Son günlər istifadə edib bura qoyduqlarımdır. Hələ aksesuar bunun içində də var. Bir də əlavə başqa bir qutu var. İstəsəniz əgər aksesuarlar ümumilikdə bir video çəkərəm. İndi istəyirəm ki, bulaqdan çəkim dırnaqlarımı. Bu da mənim dırnaqlarım. Bir də maska da qoymaq istəyirəm. Burasını çıxarmışıq çünki oğlum açır. Belə olanda açmır çox da. Burada arxada maskalarım var. Onlardan birini götürüb qoymaq istəyirəm. Burada da aksesuarlarım var. Bu aksesuar qabıdır. İçində aksesuarlarım var. Bir gün bir video çəkərəm. Bunları göstərirəm hamısını. Maskamı da seçdim. Bundan istifadə edəcəm. Five minutes later.
Axır ki uşaqları yatdırdım, özümə bir dənə çay süzdüm, gəldim oturdum dərs oxumağa. Videonu bura qədər izləyən hər kəsə çox-çox təşəkkür edirəm və sizlərdən bir xahişim də var ki, kanala abunə olmağı və videoya like atmağı unutmayın. Özünüzə çox-çox yaxşı baxın. Hələlik.